Salam, hər vaxtınız xeyir olsun. Gündəlik Anlar YouTube kanalının dəyərli izləyiciləri. Mən Aygün Əlibova, Ağstafa İctimai Nəzarət Kollegiyasının sədri və mən Qarabağ Əllərinə Qayğı İctimai Birliyinin mətbuat rəisi Sədizadə Nəcmiyə Natiq qızı. Bu günləri biz Qıraq Kəsəmən kənd şəhidimiz, 2-ci Qarabağ şəhidi olan Sübhan Kərimovun evindəyik. Doğulub, böyüyüb, boya başa çatdığı həmin o kənddəyik. Bu günləri biz Aygün xanımla birlikdə şəhidimizin qəbrini ziyarət etdik və təbii ki, ailəsini də ziyarət etməyi unutmadıq. Biz bu günləri Sübhanın doğulub, boya başa çatdığı, böyüdüyü evinin hər bir divarında səsi gələn həmin bu evdəyik, həmin bu otaqdayıq ki, Sübhan bu otaqda böyüyübdür, bu otaqda əskər gedibdir, məktəb gedibdir və bu otaqda döyüşə yola salınıbdır. Gizlindən də olsa döyüşə gedibdir. Sübhan, Aygün xanım, Sübhan döyüşə gedəndə anası onun biletini gizlədibmiş ki, getməsin. Amma Sübhan çizmələrinin içinə gizlədib vayenli biletini elə gedibdir döyüşlərə. Sübhan çox vətənpərvər bir oğlan olubdu, bəli. Yəni bilinir, şəkillərinə də baxanda bilinir ki, nə qədər qəlbi, ümumiyyətlə bizim Azərbaycan oğullarımızın hamısı elə olubdu. Hamısı vətənpərvər oğullar olubdu. Bu Tovuz döyüşlərindən belə bəlli idi ki, bütün sərhəd boyu bizim nə qədər oğlanlarımız, yəni qızlarımız da deyə bilərik ki, deyir aslanın erkəyi dişisi olmur. Bu müharibə bizə çox şey öyrətdi. Bəli, birliyimizi öyrətdi, bir yolun altında birləşməyimizi öyrətdi. Bəli, çox şey öyrətdi bizə bu müharibə. Təbii ki, bu da bizim Cənab Ali Baş Komandanımızın dəmir yumruğu altında olan birlikdən ibarətdir, birlikdən irəli gəlir. Bəli, vurğuladığımız kimi biz o Sübhan Kərimovun evindəyik ki, qardaş ölkə Türkiyədə zəlzələ baş vermişdi və bütün ölkələr kimi biz də qardaş ölkəmizə dəstək olmağa başladıq. Bu dəstəkçilərdən ən böyüyünü elə Sübhan Kərimovun atası Murtuz Kərimov elədi. Sübhanın cehizlik üçün hazırlanmış olan yorğan döşəyini qardaş ölkəmizdəki qardaşlarımıza istilik olsun deyə göndərdilər. Mən əminəm ki, Sübhanın da ruhu şad oldu. Bəli, Sübhanın da ruhu şad oldu ki, onun üçün hazırlanan bəylik yataq dəsti hansısa bir ehtiyac sahibinə qismət oldu. Yəni həqiqətən bu danışılan bu epizod belə deyə, yəni qürur verici bir hadisədir. Yəni biz ona qürurlanırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin və nəzərinizə çatdırım ki, Sədizadə Nəcmiyə özü də 1-ci Qarabağ savaşı Natiq Sədizadənin qızıdır. Yəni özünüz də görürsünüz, Nəcmiyə xanımın özü də vətənpərvər bir xanımdır.
Yəni bütün Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm, valideynlərinə, ailələrinə səbir diləyirəm. Allah inşallah ki, bir də belə bir şeylər olmasın, heç bir ananın gözü yaşlı qalmasın və onların övladları da gələcəkdə valideynlərinin başını uca eləsin, vətənpərvər ruhda böyüsün. Torpaq uğrunda ölən varsa vətəndir. Bəli, bu şüarı boş yerə səsləndirməyiblər. Həqiqətən, yəni biz olmasaq, sübhanlar olmasa, natiqlər olmasa, yaşarlar olmasa, bu torpağı kim qoruyacaq? Bu torpaq bizim qan yaddaşımızdır. Şəhidlər bizim qan yaddaşımızdır. Bizim and yerimizdir şəhidlər. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin, şəhid evladlarına can sağlığı versin ki, irəlidə atalarının davamçıları olsunlar, atalarının haqqını ədalətlə qoruyub saxlasınlar. Biz birazdan şəhidimizin ailəsindən də söhbət edəcəyik. Onun haqqında xatirələri istərdik ki, öz dillərindən eşidək. Xoş gördük sizləri. Nəzərinizə çatdırım ki, Sübhan Kərimovun evindəyik, Murtuzoğlu'nun. İndi biz onunla bağlı xatirələri istəyirik ki, şəhidimizin atasını, şəhidimizin valideynlərinin özlərindən şəhidimiz haqqında gözəl xatirələrindən danışsın. Hoş gəlibsiniz Nəzmiyə qızım, hoş gəlibsiniz Aygün xanım. Təşəkkürlər. Gəlişinizlə bizi çox sevindirdiniz. Şəhidlər ölmürlər, unudulanda ölürlər. Mən təşəkkür edirəm sizin hər birinizə. Sübhan haqqında çox xatirələr danışmaq olar. Yəni o vətənpərvər qeyrətli oğullardan biri də Sübhan idi. Sübhan özünün vətən sevgisi ilə döyüşlərə qatıldı. Həqiqi hərbi xidmətini Füzuli bölgəsində keçirtdi. Aprel döyüşlərində, Lələtəpə döyüşlərində iştirak elədi. Çox əlaqə saxlayanda Diday ata sevinərək Xudafərin körpüsü deyilən bir körpü görünür artıq, yaxınlaşırıq. Çox sevinirdi. Xidmətini başa vurdu, həqiqi xidmətini Maxi kimi orduya qatıldı. Döyüş bölgələrində xidmət elədi. Həmişə düşmənə nifrət hissi ilə yaşayırdı, ürəyi döyünürdü. Xeyli döyüş yoldaşlarını itirmişdi. O intiqam hissi getdikcə də hərbidə olduğundan getdikcə də güclənirdi. Tovuz döyüşlərində iştirak elədi, hətta zəng elədi, haqqınızı halal edin. Tovuz döyüşlərindən sonra ehtiyata buraxıldı. Sentyabrda Vətən müharibəsi başlayanda artıq bu ehtiyatda idi bir hərbiçi olaraq. İnan, sanki küsmüşdü hər birimizdən, evdən, anasından, məndən. Evdən xəbərsiz gedib ərizə verib hərbi komissarlığa. Könüllü olaraq döyüşlərə qatıldı. Son döyüşü də Şuşada olub, Qələbiyə bir gün qalmış şəhid oldu. Allah hamısının ruhunu şad eləsin, şəhid balalarımızın. Bugün Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi təmin olundu bu balaların sayəsində. Bütöv Azərbaycan Qaran ərazi işğal olunmuş, bütün ərazilərimiz düşməndən azad olundu. Getdik bizlə Şuşanı, Xankəndini, Ağdamı ziyarət elədik. Çox qürurlandıq. Düz deyilir, oğul itkisi ağırdır. Amma qürurluyuq ki, bizim böyüdü, tərbiyə etdiyimiz oğlumuz vətən üçün canından keçdi. Bir xeyli vaxt bu bizə qürur verir ki, bəli, oğlumuz elə belə dünyasını dəyişmədi. Vətən üçün. Yəni Azərbaycanımız da var olsun ki, belə qeyrətli oğlanlarımız olub, var və sabah da olacaq. Yaşasın Azərbaycanımız, belə deyərdim, bütöv Azərbaycanımız.
Təşəkkür edirəm bir daha gəldiyiniz üçün. Biz Bizləri təşəkkür ziyarət edirik, elədiyiniz var üçün. olun. Şəhidimizin anası da bəlkə nəsə danışmaq istəyər. Çox sağ olun, Allah razı olsun. Gəlib bizi yad edirsiniz, bizim balalarımızı yad edirsiniz. Sunucumuz Allah razı olsun, canınız sağ olsun. təşəkkür Çox sağ edirəm. olun. Var olasınız. Necmiyə xanım, Bəzən deyirlər ki, şəhidin qiymətini ancaq şəhid verən bilər. Mən deyərəm ki, bu söz çox yanlış bir sözdür. Şəhid Azərbaycanın şəhididir. Şəhid bütöv xalqın şəhididir. Xatırlayırıq ki, Sübhan kimi nə qədər şəhidlərimiz Ağstafamıza gələndə bütöv Ağstafa birlik oldu. Qazaxdan belə gələnlər oldu. Yəni sözüm onadır ki, həqiqətən şəhid tək sizlərin yox, şəhid elə bizlərin də şəhididir. Bütöv Azərbaycanımızın şəhididir. Prezidentimizin şəhididir, vitse-prezidentimizin şəhididir. Allah prezidentimizə də can sağlığı versin. Xanımına da Allahdan can sağlığı diləyirəm. Biz birlikdə güclüyük. Yaşasın Azərbaycan. Yaşasın Ali Başkomandan. Necmiyə xanım, yəni şəhid hamımızın şəhididir. Biz 44 günlük vətən müharibəsində birliyimiz bütün dünyaya belə deyək lərzəyə gətirdi. Biz bir yumruq altında birləşdik. Şəhidlər ölməz, vətən bölünməz. Yəni bizim də borcumuzdur ki, şəhid ailələrini ziyarət edək və hal-hazırda yəni bizim bu Ağbirçək anamız, Ağbirçək nənəmiz şəhid Sübhanın nənəsidir. Biz onun da sözlərini eşitmək istəyərdik. Allah canınızı sağ eləsin. Bütün şəhidlərə Allah rəhmət eləsin. Amin. Çox sağ olun nənə, var olasın. Allah rəhmət eləsin, başınız sağ olsun nənə, sizin kövrəlməyinizə qıya bilmərik, kövrəlməyin. Biz bura sizi yad eləməyə gəlmişik, sizin belə deyək, qismən də olsa mənəvi sizə dəstək olmağa gəlmişik, yaranıza məlhəm olmağa gəlmişik. Təbii ki, biz sizin Sübhanın yerini verə bilmərik, amma yəni biraz da olsa sizin könlünüzü xoş eləməyə gəldik, ağlamayın. Yəni təşəkkür edirik bizi qəbul elədiyinizə görə. Necmiyə xanım, təşəkkür edirik hər biriniz. Təşəkkür edirəm. Nə xoş bizlərə ki, sizi kimi bir ailə ilə bu günləri bir süfrə başında oturmuşuq. Sizi kimi ailəni ziyarət etmişik. Allahdan bir daha şəhidlərimizə rəhmət diləyirəm. Sizlərə, siz ailələrinə can sağlığı arzulayıram ki, amin. Təşəkkürlər, çox sağ olun. Sağ olun.